Salam dostlar, necəsiniz? İnşallah ki, yaxşısınız. Deməli, bu günlərim sizə Zevisin çəkdiyi video haqqında danışacağam. Hansı ki, real biznes haqqında çəkmişdik. Mən də dedim, mən də çəkim belə bir video. Çünki bəziləri var idi, məsələn, yorum yazmışlar ki, tutalım ki, real biznes bağlanmayıbdı. Sadəcə, necə deyim, güncəllənmə gələcək ona görə belə olubdu falan. Yəni, onlar yalan söhbət idi. Yəni, gördüyünüz kimi, artıq bir həftə bəlkə olar ki, bağlanıbdı. Deməli, əgər güncəllənmə olarsa hər hansısa bir saytda, məsəl üçün Telegram kanalında göstərilir ki, məsələn, güncəllənmə olacaq, qabaqcadan xəbərdarlıq olunur və yaxud da ki, saytın özündə qabaqcadan xəbərdarlıq edilir. Dostlar, sizdən qısa bir istəyim var. Deməli, videoya like atın, kanala abunə olun və yorum yazın. Bunu istəyirəm sizdən başqa heç nə. Keçək Zevsin videosuna, görək Zevs nə deyir. Bunu qısaca sizə başa salım. Hamıya salamlar. Xəstə video çəkmək məcburiyyətindəyəm. İstəyirdim sabah çəkim. Deməli, çox komment yazır ki, reklam elədiyin oyun nə bilim, çıxarış vermir. Birincisi belə bir şey deyim. Dünən kriptovalyuta özüm çıxarış eləmişim, bu bir. İkincisi, Belə deyim, Zevs bunu deyəndə mən də denemişdim. Həm kriptovalyutaya, həm necə deyim, banka, həm də Emona. Emon düz bəlkə də yox idi bu vaxt. Amma yenə çıxarış eləmişdim. Kriptovalyutaya 2 dəfə, karta da 3 dəfə səhv eləmirəmsə çıxarış eləmişdim. Heç biri də gəlməmişdi. də ki, vermir. Mənim bir şeyimə ki. Mən qardaş blogeram və mən reklamla məşğulam, düzdür? Yəni burada deyir də, yəni deyir ki, belə-belə mənim nə vecinə. Yəni mən reklamdan pul qazanıram və mən belə şeylər reklam edirəm. Üçüncüsü də ki, mən belə 5 dənə, 10 dənə yatırım saytlarında, iqralarda iştirak edirəm. Və disclaimer də qoyuram ki, yatırım tövsiyəsi deyil. Bu hissəsi mən görməmişəm. Bəlkə də, yəni mən fikir verməmişəm. Bəlkə də var videoda. Mən yadıma gəlmir amma. Bəlkə də var, yəni dediyim kimi. Yalan haqqına girməyim. Bəli, yəni belə şeylərə qoyanda heç kim heç nə deyə bilmir də. Məsələn, polis də gələn. Baxın videonun davamına baxın. Bunları biz nəyə görə qoyuruq? Bəzi cındırlar, sabah bir gün dilləri uzun olmasın. Başa düşdünüz? Yəni bu o deməkdir ki, sabah bir gün kimsə məni polisə verməsin də. Yəni polisə versə, polis də baxacaq videoya məsəl üçün görəcək ki, hə bu adam burada disclaimer qoyub ki, bəs yəni bu video önəri məqsədinə deyildi. Yəni mən göstərirəm sadəcə reklam eləyirəm. Önərmirəm ki, yəni sən get ora pul vur. Yəni bu barədə deyir ki, yəni içi rahat olsun. Davam eləyək. Nəsə qısa konkret onu demək istəyirəm ki, siz elə bir şey yox. Zevs nədir, 2-3 nəfər düşüb ortalığa ta reklam eləməyəcək falan. Qardaş, mənim pulum buradan çıxır. Yəni gördüyünüz kimi özü də deyir ki, yəni mən pulum buradan çıxır. Yəni belə deyim ki, pul nə qədər yaxşı qazansa, yəni o qədər çox şey reklam eləyər də. Yəni məsəl üçün reklam verir. Məsələn deyir ki, sən bir belə pul verirəm. Abla razılaşır da pulunu qazanır. Mən blogeram, başa düşürsünüz? Mən yaxşı təklif olsa, mən bu dəqiqə Lüboy şey reklam edirəm. Açığı. Prosta yaxşı təkliflər var onsuz da. Yaxında indi bir-birinlə əməkdaşlıq edəcəm. Yəni deyim ucu qabaqda. Yəni gördüyünüz kimi bizə deyir ki, mən ancaq reklam edirəm, önərmirəm. Məsələn gördüyünüz kimi deyir, bir winlə əməkdaşlıq edəcəm. O da qumar saytıdır səhv eləmirəmsə. Yəni belə. Bu adam pulunu buradan qazanır. Yəni dediyi şeylərə, məsələn çəkdiyi videolarda falan yəni belə şeylər göstərir. İnsanlar da təəssüflər olsun ki, gedir ora, nə bilim 1000 manat, 2000 manat pulu qoyur, sonra batanda da pis olurlar. Yəni belə deyim və qoyanda üçün 50 dollara qədər bir limit qoyun, elə bir məbləğ qoyun ki, yəni pulunuz batsa da yəni pis olmayasınız. Bəli. Yəni deməyim odur ki, belə şeylərə çox da inanmayın. Hani istəsəz mən fərqli videolar çəkərəm, yəni məsələn pul qazanmaqla bağlı, necə deyim, məsəl üçün PowerPoint-də sunum, yəni prezentasiya hazırlamaqla belə deyim sərbəst iş sata bilərsiniz. Ya nə bilim Word-də. Yəni bunlardan pul qazana bilərsiniz. Hansı ki, universitet tələbələri pulla yazdır. Yəni belə bir yolla öz pulunuzu qazana bilərsiniz. Yəni başqa necə deyim sizə? Yəni durduq yerə yəni belə proqramlarla pul qazanmaq yəni risklidir, görürsünüz, pul batır, belə elə. Ona görə yəni tövsiyəm yəni maksimum 50 dollara qədər pul qoymaqdır belə şeylərə, ya da ki heç qoymayın. Yəni məsləhətim budur. Bəs dostlar, yəni dediyim kimi videoya like atın, kanala abunə olun və yorum yazın. İnşallah videolar baxılar və yorumlar yazılar. Mənə də maraqlıdır. Çünki sonda adamlar var, yazarlar yəni yorumlara ona görə. Yəni pul falan yatırmayın belə şeylərə. Uğurlar dostlar, görüşək.